Ürək üçün faydalı 3 toxum haqqında danışacağıq. Birinci yerdə kətan toxumudur. Kətan toxumunun tərkibində bitkisel omega yağları olduğu üçün ürək damar sisteminə qoruyucu təsir göstərir. Biz xolesterini azaldır, yaxşı xolesterini artırır, damar divarına antioksidant təsir göstərir. İkinci yerdə çiya toxumudur. Çiya toxumu maklerin badiləsini normallaşdırır, şəkərə meyilliyin qarşısını alır, insulin direncinin qarşısını alır, çəkiyi normallaşdırır və beləliklə də ürək damar sistemi xəstəliklərinin risk faktoru azalmış olur. Üçüncü yerdə isə balqabaq tumudur. Balqabaq tumunun isə tərkibində maqnezium daha çox olduğu üçün ritm pozunluqlarının qarşısını alır, damarları sanki genişləndirilmiş olur, təzyiqin düşməsinə səbəb olur. Beləliklə də ürək damar sistemi xəstəlikləri riskini azaltmış olur. Amma bu toxumların nə cür istifadə olunması da önəm daşıyır. Məsələn, əgər bunları quru halda istifadə edərsinizsə, bu həyati təhlükə yarada bilər. Kətan toxumu əgər üyüdülərsə daha ən yüksək səviyyədə təsir göstərəcək və üyüdülmüş kətan toxumunu isə uzun müddət saxladıqda effektini azaltmış olacaqdır. Çiya toxumuna gəldikdə isə bunlar mütləq suda isladılmalıdır. Əks halda mədə-bağırsaq keçməməzliyi belə yarada bilər. Balqabaq tumu isə istənilən halda mütləq şəkildə çiy şəkildə istifadə olunmalıdır.